Salam ənlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı məntiq məsələsi var idi. Bu sualın cavabını vermək istəyirəm. Baxın, bizə nə verilib? Göz bəzi fiqurlar kvadratdır, bəziləri üçbucaq, bəziləri dairə və s. Burada bir ipucu var. Məsəl üçün 5-dən bu 4-dən istifadə edib alıb bu 14-dür. Üçbucaq içərisində olan 14-dür. Nə edib müəllimlər? Baxın, əvvəlcə içəridəki rəqəmləri toplayıb 5-dən 4 görüşür, toplayıb içir 9 və üzərinə nə gəlib? 5 nəyin içərisindədir? Kvadrat, yəni 4 bucağının. Üzərinə gəlib 4 və üzərinə gəlib neçə? 4 nəyin içərisindədir? O da 4 bucağının içərisindədir. Üzərinə 4. Nə alıb? Baxın mənlər alıb ki 14 3 bucağın içərisində. Yəni 14 3 bucağın içində deməkdir? 14 üzərinə 3. Tərəf sayının üzərinə gəlib. Yəni alıb 17. Həqiqətən 5 4 və 2 ilə 4 toplasaq bizə verəcək 14 3-ün cəmin. Eyni qayda ilə baxın. 14 ilə 11-dən istifadə edib, həmçində 3 bucaq 4 bucaqdan istifadə edib nə alıb? 28 kvadrat alıb. Yəni 10-dan 11 toplayıb 25 və üzərinə nə gəlib? 3 bucağın tərəf sayı 3, kvadratın tərəf sayı 4. Üzərinə də 3 ilə 4-ün cəmin. Bərabər eləyib 32. Nə alıb bizdən? Kvadrat içərisində 28. Yəni 28 özü 28 eləyir, kvadrata 4. Toplamda 32 verir. Baxın, indi sonunda nə olacaq? Dairə ilə 3 bucaqdan istifadə edəcək. Dairə 0 bucaqlıdır, yəni sadəcə 66. Üzərinə gələcək 73. Və 73 nəyin içərisində? 3 bucağın içərisində. Üzərinə gələcək bir dənə 3-ü. Neçə alacaq? 66, 73, o da 3. Eləcək 142. Bizə nə lazımdır? 142 cavab lazımdır. Amma kvadratın içərisində. Demək kvadrat özü 4-dür. 4-ün üzərində nə gəlsə 142 verər? Əlbəttə ki 138, yəni A variantı.